Hörmətli tamaşaçılar, gününüz aydın. Xoş gəlmişsiniz İqtisadi Foruma. Bugünkü söhbətimiz vətəndaş cəmiyyətinə həsr olunacaq. Amma mən həmişəki kimi söhbətə keçməzdən öncə istərdim sizə iştirakçılarımızı təqdim edim. Məndən solda Məhəmməd müəllim Quluzadə əyləşib. Məhəmməd müəllim qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin MDB ölkələri üzrə baş məsləhətçisidir. Məndən sağda İradə xanım Cavadova əyləşib. İradə xanım İnsan Hüquqları Maarifləndirmə Mərkəzinin İctimai Birliyinin rəhbəridir. İradə xanımın sağında Qubad müəllim İbadoğlu əyləşib. Qubad müəllim İctimai Təşəbbüslər Mərkəzinin rəhbəridir. Hörmətli qonaqlar, xoş gəlmişsiniz İqtisadi Foruma. Ümid edirəm ki, bugünkü söhbətimiz də həmişə kimi tamaşaçılarımız üçün maraqlı olacaq. Hörmət tamaşaçılar, öncə qeyd etdiyim kimi yenidən biz bugün ictimai birliklərin inkişafı, ümumiyyətlə vətəndaş cəmiyyətinin inkişafı məsələlərini burada müzakirə edəcəyik. Vəziyyət necədir bu sahədə? Nəyə görə bu bizi maraqlandırır bu mövzu? Ona görə ki, güclü vətəndaş cəmiyyəti güclü dövlət deməkdir. Yəni bu bütün qabaqcıl ölkələr tərəfindən, beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş bir həqiqətdir. Bizdə vəziyyət necədir? Mən istərdim ki, bu söhbətə, bugünkü söhbətə bundan başlayaq. Qubad müəllim, siz mən bilirəm ki, İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri olaraq bu yeni bir qurumdur Azərbaycanda. Və siz birbaşa bu sahə ilə artıq maraqlanmağa başlamışsınız, yəni bu sahədə tədqiqatlar aparırsınız. Vəziyyəti necə dəyərləndirə bilərsiniz? Buyurun. Çox sağ olun, Sabit müəllimə. Bana qeyd edeyim ki, bu ilin may ayına olan məlumata görə Azərbaycanda Ədliyyə Nazirliyində 2749 ictimai birlik dövlət qeydiyyatına alınmışdır və 2011-ci il ərzində ümumiyyətlə Azərbaycanda qrant alınması haqqında 881 müqavilənin qeydiyyata alınması ilə bağlı 293 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 484 müraciət daxil olmuşdur. Və Azərbaycanın hazırdakı vətəndaş cəmiyyəti institutları Ədliyyə Nazirliyinin verdiyi məlumata görə 123 donor təşkilatı ilə işləyir və 2011-ci ildə tövlükdə götürəndə Azərbaycandakı ictimai birliklər 32 milyon 912 min manatlıq qrant dövriyyəsini Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirmişlər. Bizim Azərbaycanda həm fəaliyyətdə olan, həm də qeydiyyata alınan təşkilatların statistikası göstərir ki, həqiqətən də bu istiqamətdə potensial çoxdur və mən hesab edirəm ki, məhz bu potensialı dəyərləndirərək həm beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən də ki, Avropa Şurası, Avropa Komissiyası və digər belə institutlar tərəfindən Azərbaycana vətəndaş cəmiyyətinin gücləndirilməsi ilə bağlı müəyyən tövsiyələr ünvanlanmışlar və bu istiqamətdə eyni zamanda həm də daxildə təşəbbüslər var və qeyd eləmək istəyirəm ki, 2 iyun 2012-ci ildə Prezident Administrasiyasının təşəbbüsü ilə Prezident Aparatı İctimai Siyasi Şöbəsinin rəhbəri Əli Həsənovun deməli iştirak elədiyi vətəndaş cəmiyyəti ilə hökumət arasında bir dialoqda baş tutdu və bu istiqamətdə demək olar ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri, liderləri, ölkədə vətəndaş cəmiyyətinin durumu, onun təkmilləşdirilməsi və inkişafı ilə bağlı öz tövsiyələrini, öz təkliflərini səsləndirmə imkanlarına malik oldular. Biz İctimai Təşəbbüslər Mərkəzi olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün müəyyən dəyişiklikləri təklif edirik və bu dəyişikliklər Milli Gündəlik adlı bir sənəddə öz əksini tapmışdır və həmin sənəd özü 5 bölmədən ibarətdir və bu bölmələrdən biri vətəndaş cəmiyyətinin, yəni qeyri-hökumət təşkilatlarının qeydiyyatı, ikincisi fəaliyyəti, üçüncüsü onların iqtisadi fəaliyyəti və vergiyə cəlb olunması, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti ilə bərabər milli donorların şəffaflığı və hesabatlığı məsələlərinə həsr olunubdur. Biz İctimai Təşəbbüslər Mərkəzi adından həmin sənədləri Azərbaycan Respublikasının Prezident Administrasiyasına, qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Şurasına, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim eləmişik. Əsas məqsədimiz ondan ibarətdir ki, həm qanunverici baxımlar, həm də institusional nöqteyi nəzərindən Azərbaycanda vətəndaş cəmiyyətinin təkmilləşdirilməsi istiqamətində müəyyən dəyişikliklərə nail olaq. Qeyd eləmək istəyirəm ki, həmin milli gündəliyi həm Bakı şəhərində, həm də Azərbaycanın əsas şəhərlərində, o cümlədən Gəncədə, Şəkidə biz
yerli qeyri-hökumət təşkilatlarının iştirakı ilə, onların ekspertləri ilə müzakirə eləmişik və çalışmışıq ki, yalnız Azərbaycanın paytaxtında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəylərini deyil, həm də ki, regionlarda olan qeyri-hökumət təşkilatlarının fəaliyyətini, onların çətinliklərini və onların tövsiyələrini həmin sənəddə əks etdirək və bu sənəd daha təkmil olsun. Təbii ki, bir sənədlə bütövlükdə vətəndaş cəmiyyətinin problemlərini xarakterize eləmək və onu həll eləmək iddiasında deyilik və düşünürük ki, hal-hazırda müxtəlif istiqamətlərdə Azərbaycanda təşəbbüslər var və biz də bu təşəbbüslərə töhfə vermək, ona dəstək olmaq məqsədi ilə öz təkliflərimizi təqdim edirik. Hazırda bizim araşdırmalar davam edir, yəni biz Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətini xarakterize edən mövcud qanunvericiliyin həm beynəlxalq standartlara, həm bütövlükdə götürəndə Azərbaycanın özünün deməli imzaladığı konvensiyalara, Azərbaycanın qəbul elədiyi tövsiyələrə uyğunluğunun qiymətləndirilməsi istiqamətində də araşdırmalar gedir və biz xüsusilə də Nazirlər Komitəsinin üzv dövlətlərə Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statüsü haqqında 14 saylı tövsiyəsinin əsasında bu istiqamətdə müəyyən təkliflər hazırlamaq niyyətindəyik. Əsas məqsədimiz bundan ibarətdir ki, həqiqətən də Azərbaycanda ictimai təşəbbüslər dövlət qeydiyyatına alınsın. Bir istiqamət xüsusilə də vətəndaş cəmiyyətinin müstəqilliyi ilə bağlı məsələdir və bilirsiniz ki, bu yalnız o halda baş verə bilər ki, onların maliyyə mənbələri şaxələnsin, yəni yalnız beynəlxalq təşkilatlardan və yaxud da donorlardan, dövlət dəstəyindən asılı vəziyyətə düşməsin. Ona görə biz vətəndaş cəmiyyətinin maliyyə mənbələrinin çoxaldılması istiqamətində də onların eyni zamanda iqtisadi fəaliyyətində müəyyən vergi azad olma, vergi güzəştlərinin tətbiqi sahəsində də müəyyən təkliflərlə çıxış eləmişik və çalışırıq ki, bu məsələlər aidiyyatı dövlət orqanlarının diqqətində olsun və onların rəyini alandan sonra yəqin ki, biz bu məsələləri həm də ictimaiyyətin müzakirəsinə çıxaracağıq ki, son nəticədə təqdim elədiyimiz sənədlər əsasında növbəti mərhələlərdə işimizi, fəaliyyətimizi planlaşdıra bilək. Təşəkkür edirəm, Qubad müəllim. İradə xanım, siz nə deyə bilərsiniz? Qubad müəllim əksinə bir çox məqamlara toxundu. Mən tamamilə ona razıyam. Amma onu demək istəyirəm ki, haqlı olaraq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları ölkədə demokratikləşmədə çox belə mühüm və əhəmiyyətli rol oynayır. Lakin buna baxmayaraq bir sıra problemlər mövcuddur vətəndaş cəmiyyəti institutlarının. Belə ki, qeydiyyat problemləri çox kəskin sürətdə durur. Belə 2006-cı ildə düzdür biz müşahidə elədik ki, o dinamika biraz yaxşılaşdı, qeydiyyata alındı vətəndaş cəmiyyəti institutları. Lakin 2007-ci ildən biz görürük ki, yenə durğunluqdur, qeydiyyata alınmır vətəndaş cəmiyyəti institutları və süni olaraq Ədliyyə Nazirliyi tərəfindən əngəllər yaradılır. Yəni kimsə alınır, kimsə alınmır. Tamamilə alınmır. Bəli, çox az qismi belə deyərdim ki, alınır. Əsasən əksəriyyəti vətəndaş cəmiyyəti institutlarının onu müşahidə edirik ki, qeydiyyata alınmırlar, süni əngəllər törədilir. Belə ki, 30 gün müddətinə yəni qanunverici təkisinin tapmasına baxmayaraq, o 30 gün müddətinə qeyri-hökumət təşkilatı qeydiyyata alınmır, uzadılır. Bəzən görürsən ki, elə vətəndaş cəmiyyəti institutları var ki, illərlə onların qeydiyyatı qalır və son nəticədə də onlar məhkəməyə müraciət edirlər. Biz artıq Avropa məhkəməsinin də bir çox qərarları var qeydiyyatla bağlı. Digər tərəfdən vətəndaş... Yəni, bu məsələlər gedib hətta ora çıxır. Bəli, hətta Avropa məhkəməsinə qədər. Elə qeyri-hökumət təşkilatları var ki... Bəli, bir çox qeyri... Misal gətirə bilərik. Məhəmməd müəllim qeyd eləyərəm onları. Bugünkü günə qədər Azərbaycana qarşı Avropa məhkəməsi tərəfindən 5 qərar çıxarılıbdır. Onların 4-ü qeydiyyatla əlaqədar işlərdir. Ramazanov Azərbaycana qarşı, Əliyev Azərbaycana qarşı, Nəsibov Azərbaycana qarşı, Əliyev Azərbaycana qarşı və 5-ci ilk... Bu familiyalar siz çəkdiniz. O işlərin adlarıdır. O işlərin adları. Bəli, işlərin adlarıdır. Həmin ictimai birliklərin rəhbərləridir. Bəli, QET rəhbərləridir və Ədliyyə Nazirliyi bu QET-ləri qeydiyyata almaqdan imtina edibdir və ya o müddətlər ötürübdür, bir neçə il belə deyək, qeydiyyata almayıbdır. Yəni bu qanun pozuntusundan onlar yerli məhkəmələrə müraciət edib, öz hüquqlarını bərpa edə bilməyiblər və nəticədə Avropa məhkəməsinə müraciət edilirlər. Biz bilirik ki, 2000-ci ilin aprel ayından Azərbaycan Avropa konvensiyasını ratifikasiya edibdir və bizim vətəndaşlar və QET-lər də həmçinin Avropa məhkəməsinə müraciət etmək hüququ əldə edibdir.
Və qeyd etmək istəyirəm ki, bizim QT-lər bu hüquqdan çox məharətlə istifadə ediblər. Yəni, çox qısa müddət ərzində 10 il keçibdir. Artıq 5 iş Azərbaycana qarşı udulub, sırf QT-lər tərəfindən. Bunun dördü dediyim kimi qeydiyyat probleminə əlaqədardır. Biri də Təbiəti Mühafizə Cəmiyyəti və İsrafilov Azərbaycana qarşı iş məcburi ləğv etməklə əlaqədardır. Siz bilirsiniz ki, bizdə qanunvericilikdə Ədliyyə Nazirliyinə çox geniş səlahiyyətlər verilir QT-lər üzərində və il ərzində QT-yə 2 xəbərdarlıq və ya nöqsanları aradan qaldırmağı da göstəriş verilirsə və QT bunlar əməl etmirsə, Ədliyyə Nazirliyində belə bir səlahiyyət yaranır ki, məhkəmə müraciət eləsin və həmin QT-nin məcburi qaydada, yəni məhkəmə qaydasını ləğv etməsi məsələsi qaldırsın. Bu işdə Avropa məhkəməsinə gedib çıxmışdı və Avropa məhkəməsi öz qərarında Azərbaycan qanunvericiliyinin bu məcburi ləğv etmə sahəsində nöqsanlarını üzə çıxarmışdı. Onları vurğulamışdı ki, həqiqətən Ədliyyə Nazirliyinin çox geniş səlahiyyətləri var və demək, bu səlahiyyətlər bəzi hallarda bu işdə olduğu kimi QT-lərin maraqlarına zidd olaraq tətbiq olunur. Əslində, yəni bu istiqamətdə həm də Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələri var və əgər QT-lər yaradıldığı andan avtomatik olaraq hüquqi şəxs statusu almırsa, qanunvericilik elə olmalıdır ki, o aidiyyəti dövlət orqanlarının müstəqil səlahiyyətlərdən asılı vəziyyətə düşməli deyil. Və onlar, mən tanış olduğum əsasən 3 məsələni qeyd edirlər ki, o halda qeyri-hökumət təşkilatların qeydiyyatından imtina oluna bilər ki, göstərilmiş sənədlər hamısı təqdim edilməsin və yaxud da açıq aydın çaşdırıcı olan, yaxud da müvafiq dövlətdə mövcud olan fiziki və ya hüquqi şəxsin adından yetərincə fərqləndirilə bilməsin. Yəni ki, adlar yeni ola bilər, oxşar ola bilər və yaxud da sənədlərdə çatışmazlıq olar. Təbii ki, bu halda mümkündür. Və digər bir tərəfdən isə ola bilər ki, onların nizamnaməsində demokratik cəmiyyətin tələblərinə açıq aydın zidd olan məqamlar olsun. Yəni, nizamnamədə belə məqamlar varsa, o halda həqiqətən də qeydiyyatdan imtina oluna bilər. Amma bizim praktikada hətta təşkilatlar var ki, 9 dəfə müraciət edib, 9-cu dəfə onu qeydiyyata alıblar. Eləsi var ki, 10 dəfə müraciət edib, hələ də qeydiyyata düşə bilməyibdir. Yəni, hətta belə iradlar olanda da onları düzəldib, təqdim eləyəndə də qeydiyyata düşmə problemləri davam eləyir. Bu baxımdan qeyri-hökumət təşkilatları buna daha çox əmək sərf eləyir, daha çox buna deyək ki, müəyyən mənada vaxt sərf eləyir və əsas fəaliyyətlərdən yayınır. Və bir ciddi məsələ də ondan ibarətdir ki, qeyri-hökumət təşkilatlarının qeydiyyatı mərkəzləşdirilmiş qaydadadır. Bu yalnız Bakıda mümkündür. Məsələn, qonşu Gürcüstanın praktikasına diqqət yetirsək, orada qeyri-hökumət təşkilatlarını demək olar ki, ayrı-ayrı rayon məhkəmələri qeydiyyata götürürlər və 10 gün ərzində bu fəaliyyət başa çatır. Yəni, bizdə müddət problemi də var. Əslində qalsa, müddət də ağla batan olmalıdır. İndiki halda İradə xanım qeyd elədi, bu ən azı 1 ay 40 gün müddət birinci dəfə müraciət eləyəndə tələb eləyir və o baxımdan hüquqi şəxs statusunu almaq və eyni zamanda hüquqi şəxs statusuna xitam verilməsi məsələləri üzrə qanunvericilikdə əhəmiyyətli deməli dəyişiklərə ehtiyac var. Və biz də təklif edirik ki, qeyri-hökumət təşkilatları yaradılanda avtomatik olaraq hüquqi şəxs statusu alsınlar. Əslində bu çox mümkündür və yaxud da bir pəncərə sistemi ilə. Siz özünüz də Sabit müəllim müəyyən tədqiqatların müəllifisiniz. Kommersiya təşkilatları bu işi 2 gün, 3 gün ərzində həyata keçirirlər. Mən bayaq bir rəqəm açıqladım. 2011-ci ildə qeyri-hökumət təşkilatlarının illik dövriyyəsi 33 milyon manat səviyyəsində olubdur və onu qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının sayına böləndə deməli bir qeyri-hökumət təşkilatı üçün təxminən 11.666 manat illik dövriyyədir. Yəni aya 1000 manat da düşmür. Aya 1000 manat orta dövriyyəsi olan bir təşkilatın qeydiyyatı üçün belə mürəkkəb prosedura yaradılır, amma deyək ki, kifayət qədər böyük dövriyyəsi olan belə kommersiya təşkilatları, qeyri yox. Deyək ki, müəyyən kommersiya təşkilatları illik dövriyyəsi milyonlarlandır. Eləsi var ki, bütün QHT-lərin dövriyyəsi qədər dövriyyəsi var, amma gedir 3 gün ərzində qeydiyyatdan keçir. Yəni, belə ayrı seçkilik həqiqətən də başa düşülən deyil. Və biz düşünürük ki, hüquqi şəxs statusunu əldə etmək çox vacibdir. Azərbaycanda həm də Azərbaycanın qoşulduğu beynəlxalq təşəbbüslərə görə bilirsiniz ki, həm o çirkli pulların yuyulması ilə bağlı, cinayət yolu ilə əldə edilmiş əmlakın və yaxud da vəsaitin idarə edilməsi ilə bağlı Azərbaycan müxtəlif konvensiyalara qoşulubdur. Ölkədə maliyyə monitoringi mərkəzi fəaliyyət göstərir.
Amma qeyri-hökumət təşkilatı qeydiyyata düşməyəndə də fəaliyyət göstərmə imkanlarına malikdir. Bizim qanun ona icazə verir. Amma belə olan halda təbii ki, onlar öz əmlakı ilə bağlı, öz maliyyəsi ilə bağlı, öz dövrəsi ilə bağlı aidiyyəti dövlət orqanlarında müəyyən əməliyyatlar aparmırlar və onlar nəzarətdən kənarda olurlar. O baxımdan təbii ki, mən demirəm ki, mütləq qeyri-hökumət təşkilatları qeydiyyata düşüb fəaliyyət göstərməlidir. Amma o baxımdan mən düşünürəm ki, hətta müraciət edən qeyri-hökumət təşkilatlarına hüquqi şəxs statusunun verilməsi ilə hökumətin özünün də həm milli, həm strateji maraqlarına, təhlükəsizlik maraqlarına cavab verilən bir məsələdir. Mən düşünürəm ki, yəqin ki, bu istiqamətdə çox müxtəlif təşəbbüslər var. Yəni, bu proses uzun müddətli müzakirədədir. Həm beynəlxalq səviyyədə, həm yerli səviyyədə. Artıq, Qubad müəllim, yəni səhv etmirəmsə bir 10 ildir bu sahədə Azərbaycana qarşı mənfi mənada fikirlər söylənilir, iradlar söylənilir, yəni qeydiyyatla bağlı. Ən azı bir 10 ildir də təxminən, elədirmi? Bəli. Yəni, biz də bunu qeyd edirik, qeyri-hökumət təşkilatları olaraq, dəfələrlə deyirik ki, filan qanun dəyişməlidir. Çünki indi biz Ədliyyə Nazirliyini deyək ki, burada qeyd edirik, amma həqiqət yəqin ondadır ki, qanunvericiliyimiz belə qurulub da. Düzdürmü? Mən ona da fikrimi söyləyəm. Yəni, Ədliyyə Nazirliyi icraçıdır. Qanunlar necə qurulubsa, nəticə də elə olur. Bax, qanunlarımızda müəyyən dəyişiklikləri əldə etmək üçün biz özümüz, bu danışmaq demək bir məsələ, amma deyək ki, hansısa müraciətlə, hansısa qanunvericilik təşəbbüsünə düzdür, biz malik deyilik, amma o hüquqa. Amma bəlkə hansısa formada, necə deyim, bu hansı qanunda, hansı maddələr dəyişməlidir, necə dəyişməlidir? Bax, belə təkliflər hazırlayıb müraciət etmişikmi? Mənə də gəlir ki, etmişik. Bu çox təkliflər olub, tövsiyələr olub. Həm beynəlxalq müraciət hara etmişik? Bəlkə lazım olan ünvana etməmişik. Bilirsiniz, əslində qanunun özünə baxsaq, beynəlxalq təcrübə prizmasına bu bəzi müddəalara baxsaq, çox pozitiv müddəalar var, progresiv müddəalar var. Misal üçün, belə bir müddəa var ki, müəyyən müddətlər ərzində Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatına imtina cavabı vermirsə və ya qeydiyyata almırsa, orada avtomatik qeydiyyat proseduru nəzərdə tutulubdur. Bu çox progresiv bir müddəadır. Amma indiyə qədər bu müddəa ilə heç bir qeyri-hökumət təşkilatı bəhrələnməyibdir. Yəni, bəhrələnə bilməyib, ona görə ki, istəməyib, yoxsa ki, bilmir bu barədə. Yox, bilməyə bilirlər. Mən səngəllər yaradılır. Müəyyən əngəllər yaradılır ki, və burada siz soruşdunuz ki, Ədliyyə Nazirliyinin roludur, yoxsa qanunların roludur. Qanunda müsbət məqamlar var. Misal üçün, müqayisə eləsək, bəzi Avropa ölkələrində bizdə ictimai birliyini, misal üçün, qeydiyyatı üçün dövlət rüsumu 11 manatdır. Elə ölkələr var ki, bu yüzlərlə evro ilə ölçülür. Yəni, misal üçün, təhsilçilərin sayına baxsaq, bizdə 2 nəfər təhsil edə bilər. Amma elə ölkələr var ki, bu 10-dur, 20-dir, misal üçün, İspaniyada. Belə müddəalar var. Və Qubad müəllim də çox yaxşı qeyd elədi ki, Azərbaycanda QET-nin fəaliyyət göstərməsi üçün, yaradılması üçün, müəyyən tədbirlər görməsi üçün heç də qeydiyyat şərt deyil. Əslində, biz baxsaq, İnzibati Xəttərlər Məcəlləsində qeydiyyatdan keçmiş QET-lər üçün nəzərdə tutulan cərimələrə biz görərək ki, faktiki olaraq qeydiyyatdan keçmiş QET minalanmış bir sahəyə daxil olur. Və çox ehtiyatlı davranmalıdır ki, müxtəlif dövlət orqanları tərəfindən böyük miqdarlarda olan o cərimələrə, o minalara düşməsin. Hüquqşünas kimi yəqin dəqiq deyə bilərsiniz. Cavabdeh burada yəqin, deyək ki, cərimə olunmalıdır, elədir mi? Bəli. İndi həmin QHT-nin hesabında pul yoxdursa, yəni onu təsis edənlər cavabdeh olurmu, yoxsa elə belə də qalır bu məsələ? Mən bu suala cavab verməyə biraz çəkinirəm. Niyə görə? Çünki bizdə artıq qeyri-hökumət təşkilatı yaratmaq istəyən şəxslərin sayı onsuz da azdır. Yəni, biraz da onların sayına təsir eləyən cavabı mən vermək istəməzdim. Amma belə bir təcrübə yaranıb ki, misal üçün, qeyri-hökumət təşkilatı, hansına ki, bu Maliyyə Nazirliyi cərimə tətbiq eləyibdir, onların əgər il ərzində heç bir gəlir olmayıbsa, Vergilər Nazirliyindən müvafiq arayış alırlar ki, fəaliyyət olmayıb, gəlir olmayıb və o arayış əsasında Maliyyə Nazirliyi öz tətbiq etdiyi sanksiyanı, belə deyək, ləğv eləyir. Halbuki edə bilər və bəzi hallarda bizə məlumat daxil olub ki, ediblər, onu həqiqətən də ediblər. Biz buna dair keçən il qanunvericiliyə bir təklif irəli sürmüşdük
ki, bu maliyyə hesabatları bütün QT-lərə deyil, yalnız illik dövriyyəsi 10.000 manat, şərti olaraq 10.000 manat olan təşkilatlara və 10.000-dən yuxarı olan təşkilatlara şamil edilsin. Misal üçün Rusiyada belədir də? Bəli, Rusiyada da belə fərqləndirici yanaşma var, ABŞ-da da var, çox ölkələrdə var. Maliyyə Nazirliyi hələlik bu tövsiyəni qəbul etməyibdir və qanunvericilikdə bu dəyişiklik olmayıbdır. Amma təcrübədə biz görürük ki, elə bizim tövsiyənin nəticələri ilə onlar artıq belə deyirlər, razılaşırlar. Qanunvericilik deyəndə, yəni müvafiq Nazirlər Kabinetinin müvafiq sərəncamı yəqin ki, dəyişdirilməlidir də. Burada xüsusi qanun dəyişikliyinə ehtiyac yoxdur. Bu demək... Yəni, elə də çətin bir məsələ deyil. Sadəcə olaraq yəqin Maliyyə Nazirliyinin müəyyən təşəbbüs olmalıdır. Nazirlər Kabinetinə müraciət olmalıdır ki, bəli, bu demək fərqləndirici yanaşmanı qanunvericilə salar. Çünki onlar da özləri də istəyirlər ki, qeyri-hökumət təşkilatları çox əziyyət çəkirlər. Bu hesabatların tərtib 5 formadır və o formanı mütəxəssis olmayan şəxs doldura bilməz. Və o formaları doldurmaq üçün il ərzində uçot aparılmalı qeyri-hökumət təşkilatlarında. Çox qeyri-hökumət təşkilatlarında belə resurslar yoxdur. Və nəticə olaraq biz görürük, ortada böyük sanksiyalar var və bu sanksiyalar gətirib ona çıxaracaq ki, artıq onsuz da QT-lərin sayı az olduğu halda sayılar daha da azalacaq və burada yavaş-yavaş məcburi ləğvətmə məsələləri ortaya qalxacaq. Çünki mən bayaq qeyd elədim, qanunvericilikdə 2 xəbərdarlıqdan artıq verilirsə, qeyri-hökumət təşkilatına xəbərdarlıq məhkəmə qarşısında onun ləğvi məsələsi dura biləcək. Yəni, bu gün sabah biz onu gözləyə bilərik ki, bu Qubat müəllim qeyd elədi, 2749 qeyddən keçmiş QT var. Bunların sayı qat-qat azalacaqdır. Çünki artıq hesab edin ki, birinci xəbərdarlıq verilibdir. İkinci xəbərdarlıq veriləndən sonra bir dənə çıxış görür, onların ləğvi məsələsi. Bir dalğada başqa istiqamətdən gəlir. Yəni, siz onu daha yaxşı bilirsiniz. Bu, bildiyiniz qədər nizamnamədə sonradan edilən dəyişikliklər də qeydiyyata alınmalıdır və hüquqi ünvanın dəyişilməsi, yəni bir qeyri-hökumət təşkilatların bir ünvandan başqa ünvana köçməsi, o nizamnamə dəyişikliyi tələbidir. Və bu dəyişiklik də mütləq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir və orada hüquqi ünvanla faktiki ünvan arasında fərq olmalı deyil. Amma əslində beynəlxalq təcrübəni məndən də gözəl bilirsiniz. Beynəlxalq təcrübədə ümumiyyətlə qeyri-hökumət təşkilatlarının öz nizamnamələrində sonradan edilən dəyişiklik onların adına və ya məqsədlərinə təsir göstərmirsə, onun dövlət orqanları tərəfindən qeydiyyata alınma tələbi yoxdur. Yəni, çox yaxşı olardı ki, bu da bir məlumatlandırma xarakteri olsun. Siz yəqin ki, bilirsiniz ki, bu istiqamətdə də müəyyən cərimələr nəzərdə tutulubdur. O da kifayət böyük xəbərdarlıq nəzərdə tutulubdur. Amma mən onu da qeyd edeyim ki, çox zaman hüquqi ünvan dəyişilmir, lakin faktiki ünvan dəyişildikdə də məmurlar çox zaman həmin onun qeydiyyata salınmasını tələb edir. Bu da ondan, indi gəlin baxaq görək, əgər qeyri-hökumət təşkilatı hər hansı bir ünvanı kiraya götürürsə və orada fəaliyyətini davam etdirirsə, onun müqaviləsi 6 aylıq da ola bilər, 1 illik də ola bilər. 1 illik olduqda o qeydiyyata düşməlidir, onun üçün şəhadətnamə alınmalıdır və s. Ona da kiraya verən təbii ki, razılaşmır. O istəmir ki, onun ünvanı başqasının adına qeydiyyata salınsın, şəhadətnamə alınsın, bundan ehtiyatlanır. O zaman qeyri-hökumət təşkilatının rəhbəri nə etməlidir? Yəni, il ərzində və yaxud 3 il ərzində 5 ünvan dəyişən qeyri-hökumət təşkilatı işini, gücünü qoyub, ancaq qeydiyyat məsələsi ilə məşğul olmalıdır və sonra Ədliyyə Nazirliyinə onu qeydiyyat üçün göndərməlidir və bundan da əlavə o yenidən Vətəndaş Cəmiyyəti İnstitutunu qeydiyyata almalıdır, belə deyim, QT-sini qeydiyyata almalıdır. O zaman da, belə deyim, məmurun və yaxud dövlətin hər hansı xoşa gəlməyən qeyri-hökumət təşkilatını yenidən qeydiyyata almaması problemi ortaya çıxır. İndi biz qeydiyyatla bağlı çox zaman danışdıq, Sabit bəy. Bu hüquqi ünvan. Bəli. Hüquqi ünvan başqa məsələdir. Bəli. Qanunda elə tələb yoxdur ki, nizamnamədə hüquqi ünvan var. Qanunda tələb qoyulur ki, hüquqi ünvan göstərilməlidir. Nizamnamədə. Bəli, nizamnamədə hüquqi ünvan göstərilir. Lakin faktiki ünvan başqa ola bilər. Yəni, qabaq biz necə işləyirdik? Hüquqi ünvanımızı adətən öz mənzillərimizi göstərirdi. Kiminsə mənzilini icazə alıb göstərilirdi. Faktiki ünvan isə evin içində fəaliyyət göstərmək mümkün olmadığı üçün, yəni qeyri-hökumət təşkilatı bir işçisini götürdüyü zaman təbii ki, kiraya gedirdi, bir ofis tuturdu və orada fəaliyyətini davam edirdi. Bir çoxlarına hüquqi yardımlar pulsuz göstərilir, başqa fəaliyyətlər olur, nə bilim,
müxtəlif istiqamətlər üzrə. O zaman faktiki ünvanını dəyişir, lakin hüquqi ünvanı qalır yerində. Hesabatlığı həmin hüquqi ünvandan gedir. Ancaq Ədliyyə Nazirliyi tələb edir ki, sən faktiki ünvanını dəyişmirsən, demək sən bizə məlumat verməlisən və nizamnaməvi gəlib burada yenidən qeydiyyata almalısan. O ünvan dəyişməlidir. Bax, burada mübahisə yaranır. Reyestrdən çıxarış təqdim edir. O zaman da mübahisə yaranır ki, mən axı burada 6 ay oturacam. Tutalım ki, bəlkə mən heç 1 il oturmadım burada. Demək, 6 aydan sonra yeni dəyişəndə mən həmən o proseduru bir 3 ay eləməliyəm. O zaman qeyri-hökumət təşkilatı işləməsin, ancaq belə işlərlə məşğul olsun. Mən hesab edirəm ki, bu süni əngəllərdir. Bir də bizim bu 10 ildir qeydiyyat məsələsini ortaya qoyuruq, amma qeyri-hökumət təşkilatı başqa problemlər də mövcuddur. Məhəmməd müəllim dedi, maliyyə hesabatlığına bağlı çox ciddi problemlər var. Yeni yaranan təşkilat düzdür, maliyyə hesabatlığına o qədər verə bilmir. Çünki heç mühasibi yoxdur, hələ bacarığı yoxdur, tutalım ki, onun hələ aktiv olmasına, dayanıqlı olmasına bir xeyli müddət var. Digər tərəfdən sanksiyalar qeyri-hökumət təşkilatlarını çox üzür. Təbii ki, buna hamıya sanksiya tətbiq edilmir, amma qeyri-hökumət təşkilatı dövlətdən asılı vəziyyətdə qalır. Digər tərəfdən, hökmən deyil ki, Ədliyyə Nazirliyi qeydiyyatı həyata keçirsin. Mən hesab edirəm ki, bütün hüquqi şəxsləri Vergi Nazirliyi həyata keçirir və biz onun yaxşı işlədiyini, vahid pəncərə sistemi ilə heç bir əngəllərin törədilməsinin şahidiyik. Biz də onda da bir tövsiyəmiz də bundan ibarət idi ki, elə Vergi Nazirliyi də bütün hüquqi şəxslərin qeydiyyatını apara bilər. Burada elə bil ki, ögey yanaşma hardasa var. Yəni, qeyri-hökumət təşkilatlarını nədənsə Ədliyyə Nazirliyi, digər hüquqi şəxsləri Vergi Nazirliyi aparır. Başqa məsələ də var. Gəlin, səmimi danışaq. Heç də qeydiyyat məsələsi sırf qanunda göstərilən sənədlər tələb olunmur. Başqa əlavə sənədlər də tələb olunur axı. Ədliyyə Nazirliyinin saytında qoyulan sənədlər tərtib edildikdə, tam o cürdə təqdim edildikdə qeydiyyatdan keçmir. Nədən? Tutalım ki, insan hüquqları ilə bağlı hər hansı bir təşkilat yaranırsa, hansısa dövlət orqanına sən məktub gətirməlisin. Və yaxud səhiyyə ilə bağlı hər hansı bir qeyri-hökumət təşkilatı yaradılırsa, sən Səhiyyə Nazirindən hökmən dəstək məktubu gətirməlisin. Bu absurd bir məsələdir. Yəni, amma bu qanunvericidə bir mənalı öz əksini tapmamışdır. Bəli, digər tərəfdən regionda tutalım ki, hətta qeydiyyata düşmüş qeyri-hökumət təşkilatı bir tədbir keçirtmək istəyirsə, bir konferans keçirtmək istəyirsə, nə qədər əngəllər yaradılır. Bəzilərinə icazə verilir, bəzilərinə icazə verilmir. Burada ayrı seçkilikdən artıq gedir. Demək, hətta qeydiyyata düşmüş qeyri-hökumət təşkilatı regionda tədbir keçirtməsi neçə dənə instansiyadan keçməlidir. Prezident aparatına məktub göndərməlidir. İcra hakimiyyətindən razılıq almalıdır. İcra hakimiyyəti mövzuya baxmalıdır. Əgər onun da kefi buyursa, o zaman icazə verərsə, orada tədbir keçirtmək olar. Bəs biz regionların inkişafından danışırıq, demokratikləşmədən danışırıq. Mən hesab edirəm ki, bax, bu süni əngəllər, bu qeyri-qanuni tələblər aradan qaldırılmalıdır. Digər tərəfdən də, məsəl üçün, qeyri-hökumət təşkilatları çox zaman dövlət deyir ki, bunlar beynəlxalq donorlar tərəfindən maliyyələşir, digər maliyyələşmə yoxdur. Axı, burada imtiyazlar da yoxdur. Tutalım ki, hər hansı bir hüquqi şəxsin kommersiya ilə məşğul olan böyük sahibkarların və yaxud elə hər hansı bir böyük qurumun vətəndaş cəmiyyəti institutuna bir köməklik göstərməsi üçün, yardım etməsi üçün, iyanə verməsi üçün heç bir təşəbbüs olmur, imtiyazlar yoxdur. Digər tərəfdən də, əgər hətta belə bir şey olarsa, kimsə tutalım ki, beynəlxalq donor deyil, milli donor qrant ayırarsa, iyanə verərsə qeyri-hökumət təşkilatına, o zaman qeyri-hökumət təşkilatı burada vergi ödəməlidir. Onda bunun bu stimulu hardandır? Demək, burada stimullaşma da olmalıdır. Yəni, gəlin belə danışaq, sosial sifarişlər olsun. Yəni, hökmən deyil ki, qeyri-hökumət təşkilatı ilə ancaq beynəlxalq donorlarla işləməlidir. Bəli, biz onu dəstəkləyirik, işləməlidir. Amma yerli donorlarla da işləyə bilər, sahibkarlarla da işləyə bilər, sifarişlə də işləyə bilər, hansısa gözəl araşdırmanı apara bilər. Yəni, mən hesab edirəm ki, qeyri-hökumət təşkilatı və dövlət doğrudan da əməkdaşlıq eləməlidir və tərəfdaş olmalıdır. Ümumiyyətlə, qeyri-hökumət təşkilatların statusuna, maliyyələşməsinə və onun fəaliyyətinə dair hər hansı bir əsas və yardımcı qanunvericilikdə dəyişikliklər baş verirsə, bu mütləq qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr əsasında aparılmalıdır. Amma biz yatırıq və sabah oyanarıq, görürük ki, hansısa bir məcəllədə bir dəyişiklik oldu və bizə orada nəzərdə tutulub ki, xəbərdarlıq. Birisi gün görürük ki,
hansısa bir sənəddə dəyişiklik oldu, orada bir yeni cərimələr tətbiq olunmağa başladı. Yəni bunlar bizdən və qeyri-hökumət təşkilatlarından məsləhətləşmədən həyata keçirilir. Və mən hesab edirəm ki, dövlətin qeyri-hökumət təşkilatlarına dəstəyi yalnız birbaşa olmalı deyil. Yəni biz qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant alırıq, ayrı-ayrı qeyri-hökumət təşkilatları müvafiq nazirliklərdən sifarişlər alır, qrant müqavilələri əsasında onların deməli təklif elədiyi layihələr maliyyələşdirilir. Amma bu məsələdə İradə xanım da qeyd elədi, həm də vergi güzəştləri və digər istiqamətlərdə də dövlət dolayı dəstək verə bilər. Məsələn, qeyri-hökumət təşkilatlarının mən xatırlayıram ki, 2010-cu il üçün milli hesabatını hazırlayanda biz Vergilər Nazirinə müraciət elədik ki, ümumiyyətlə il ərzində qeyri-hökumət təşkilatlarının ödədiyi vergilərin məbləği nə qədərdir? Məlum oldu ki, bütün növ məcburi ödənişlər, vergilər təxminən 1,5 milyon manat səviyyəsindədir. Yəni, bizim dövlət büdcəsinin 0,1000-dən neçə faiz eləyir. Böyük bir tövhəsi yoxdur əslində. Amma o 1,5 milyon manat, hansı ki biz onu büdcəyə ödeyirik, vergilər vasitəsilə. Bu qeyri-hökumət təşkilatların fəaliyyəti üçün, onun proqramlarının reallaşdırılması üçün çox əhəmiyyətli tövhə ola bilər. Və yaxud da biz dəfələrlə məsələni qaldırmışıq. Qeyri-hökumət təşkilatları, məsələn, bizim müəyyən təşkilatlarımız var ki, onlar daha çox vəsaiti xərcləyirlər tədqiqatlara. Beyin mərkəzləri var, strateji mərkəzlər var. Və bu tədqiqatlara gedən vəsaitin bir hissəsi də, əsas hissəsi də gedir əmək haqlarına və qərarlarlara. Biz oradan deməli 22% qeyri-hökumət təşkilatı hüquqi şəxs olaraq, 3% isə demək həmin o müqavilə bağlanan şəxs aldığı əmək haqqına görə sosial ayrımı ödəyir. 25% və kifayət qədər hesab edirəm ki, böyük məcburi ödənişlər var və o baxımdan da ümumiyyətlə mən də razıyam ki, həqiqətən də qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi birbaşa maliyyələşmə ilə deyil, həm də ki, bu vergi və digər məcburi ödənişlərdən azad olmalarla onların fəaliyyət proqramlarını stimullaşdırmaqla dolayı dəstək formalarına da hökumətin müraciət etməsinin vaxtı çoxdan çatmışdır. Sağ olun, Qubat. İcazə olsa digər bir məsələyə toxunmaq istəyərdim. Qubat müəllim çox gözəl statistik məlumatlarla bizlərlə paylaşdı ki, keçən il ərzində təxminən 33 milyon manata yaxın qeyri-hökumət təşkilatları qrant alıblar xarici demək təşkilatlardan. Xarici və yerli donorlardan. Xarici və yerli donorlardan. Bu məbləğ əslində qat-qat çox ola bilər. Qat-qat çox ola bilər və bunun belə az olmasında, nisbətən az olmasında əsas demək maneələrdən biri yerli QT-lərin qeydiyyatı deyil, xarici QT-lərin, xarici beynəlxalq təşkilatların Azərbaycanda qeydiyyat problemi ilə əlaqədardır. Yəni mən burada qeyd eləmək istəyirəm ki, Ədliyyə Nazirliyi yalnız yerli QT-lərin qeydiyyatında deyil, beynəlxalq təşkilatların qeydiyyatında da çox böyük problemlər yaradır. Siz bilirsiniz ki, 2009-cu ildə QT haqqında qanuna edilən dəyişikliklərə əsasən xarici qeyri-hökumət təşkilatının Azərbaycanda qeydiyyatı üçün həmən təşkilatın Ədliyyə Nazirliyi ilə bir razılıq, bir saziş imzalanması nəzərdə tutulurdu. Və təəssüf ki, bu sazişin bağlanması üçün heç bir müddətlər bu demək qaydalara daxil edilməmişdi. Yəni bu müddət olmayan yerdə müddəti istədiyiniz qədər uzatmaq olar. Və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə biz bir monitorinq apardıq və bu monitorinq Azərbaycanda beynəlxalq təşkilatların qeydiyyatı ilə əlaqədar monitorinq edik və müşahidə elədik ki, əslində Azərbaycanda gəlib çalışmaq istəyən təşkilatların sayı çoxdur. Bura milyonlarla vəsait gətirmək istəyən təşkilatların sayı çoxdur. Yerli QT-lərə qrantlar ayırmaq istəyən təşkilatların, beynəlxalq təşkilatların sayı çoxdur. Amma belə suni maneələr bunların hamısının qarşısını alır. Yəni, beynəlxalq təşkilatlar bundan çəkinirlər. Və bir neçə misal bizdə var ki, artıq illərdir bəzi təşkilatlar, bəzi beynəlxalq təşkilatlar Ədliyyə Nazirliyindən bu sazişi imzalamağa müvəffəq olanmırlar. Və saziş imzalanmadısa, bu təşkilatlar qeydiyyatdan keçə bilmirlər. Qeydiyyatdan keçə bilmirlərsə, onlar bank hesabı aça bilmirlər, əməkdaşlarını işə götürə bilmirlər, lazımi qaydada öz tədbirlərini həyata keçirə bilmirlər və nəticə etibarilə bundan vətəndaş cəmiyyəti, Azərbaycan vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları əziyyət çəkir. Yəni burada bu problem də əslində çox vacib problemlərdən biridir. Ona görə göründüyü kimi həqiqətən də qanunvericiliyin təkmilləşdirilməsi imkanları çoxdur. Yəni bayaq danışdıq, xarici QT-lərin reqlement məsələsi qeydiyyatı ilə bağlı və eyni zamanda burada qeyd olunduğu nizamnamədə demək sonradan edilən dəyişikliklər, hansı ki adının və məqsədlərinin dəyişməsinə gətirib çıxarmırsa və bir məsələni biz özümüz də
artıq bir neçə illərdir bir problemi yaşayırıq. Bu da alyansların və koalisiyaların qeydiyyatı məsələsidir. Məsələn, mədən sənayesində şəffaflıq təşəbbüsü beynəlxalq təşəbbüs əsasında formalaşdırılmış vətəndaş cəmiyyətinin üslarının bir alyansıdır. Amma biz o kimi təşəbbüsləri də Azərbaycanın mövcud qanunvericiliyinə əsaslanaraq qeydiyyatını nail ola bilmirik. Çünki ümumiyyətlə belə bir hüquqi norma yoxdur. Və mən düşünürəm ki, həqiqətən də bu istiqamətdə indi müəyyən təşəbbüslər var, həm yerli səviyyədə, həm beynəlxalq səviyyədə və təbii ki, dövlət də indi görüş keçirdi və öz marağını ifadə elədi. Amma bunun davamı olaraq konkret işlər gözləyirik biz. Çünki bəlkə hələ az vaxt keçib, cəmisi 2 ay. Biraz gözləmək tələb oldu. Özdə yay vaxtına düşür. Biz gözləyirik ki, ona görə təkliflərimizi də təqdim eləmişik və mən öz həmkarlarıma da müraciət edirəm ki, bunlar da bu prosesdə fəal olsunlar. Çünki mən bilirəm ki, bu istiqamətdə işləyən kifayət qədər tanınmış ekspertlər var və eyni zamanda qeyri-hökumət təşkilatları var ki, onların tövsiyələri bu günləri bu prosesə töhfə verə bilər. O baxımdan lazımdır ki, həmin tövsiyələri, həmin təklifləri bir daha biz təqdim eləyək və çalışaq ki, bu prosesdə də Azərbaycanın həm beynəlxalq reytinqinin müəyyənləşməsi ilə bağlı, həm ölkənin deyək ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı potensial daha yaxşı istifadə olunsun. Məsələn, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə qeyri-hökumət təşkilatlarının dayanıqlıq indeksi hazırlandı. Biz 3 ildir ki, demək olar ki, öz yerimizdə sayırıq və orada ümumi göstərici 7 ballıq, yəni ən pis şkalada 4.7-dir. Yəni bu istiqamətdə də əgər dəyişikliklər olarsa, təşəbbüslər olarsa, onda bizim beynəlxalq reytinqimizə və bütövlükdə reputasiyamıza da bu müsbət təsir göstərə bilər. Çox sağ olun, Qubad müəllim. Ümumiyyətlə, indi mən sizdə yaşlıyam və Sovet dövrünü daha çox yaşamışam. Hatırladığım nədir və biraz indi bəzi, necə deyim, müqayisələr beynimdə fırlanır. Yəni o zamanlar Sovet dövlətinin, xüsusilə son 10 illiklərdə deyərdim, mən müşahidə etdiyim nə idi? Təşəbbüsləri öldürən bir qurum idi, dövlət idi, bir cəmiyyət idi. Yəni belə qurulmuşdu ki, sanki deyilirdi, ey vətəndaşlar, siz narahat olmayın, biz sizin yerinizə dövlət sanki deyir. Özümüz hər şeyi həll edirik. Narahat olmayın. O problem var, onu həll edəcəyik. Bu problem var, bunu həll edəcəyik. Yəni, bax, belə bir dövlətdə yaşamışıq və nəticəsində gördük. Digər dövlətlər, belə bir yanaşmanı rədd edən dövlətlər, onlar qabağa gedib. Nəyə görə? Çünki insan təşəbbüsünü, necə deyim, o rüşeymdə məhv etmək, yəni inkişafın sanki ümumilli baxımdan qabağını almaq demək. Yəni bizdə də belə bir sizin qeydləriniz, özümüzün müşahidələrimiz onu göstərir ki, sanki bax bu qanun dəyişiklikləri son illərdə vətəndaş cəmiyyəti ilə, qeyri-hökumət təşkilatları ilə əlaqədar olaraq, sanki bax bu, necə deyim, bu presləşmə güclənir. Bu nəyə lazım? Yəni bu təşəbbüslər, əgər biz deyiriksə ki, bu təşəbbüslər azalsın, onda hə, düzgün yoldur. Amma ümumiyyətlə bu təşəbbüslərin azalması nə deməkdir? Yəni bu bizi hara apara bilər? Ona görə indi siz qeyd etdiyiniz o diyaloqun başlanması çox ümidvericidir əlbəttə. Və mən də ümid edirəm, hamımız ümid edirik ki, bunun davamı olacaq inşallah və burada bugün qeyd etdiyimiz o qanunvericilikdəki olan necə deyim, nöqsanlar, burada Ədliyyə Nazirliyi sanki bütün problemlərin günahkarı kimi səslənir. Amma əslində biz yəni baxsaq, burada hansısa bir yanaşma var, bir polisi var, xaricilər demişkən və o sadəcə olaraq həmin orqan icraçıdır. Bu polisi dəyişməlidir. Fəlsəfə dəyişməlidir, yanaşma dəyişməlidir. Biz dərk etməliyik ki, güclü vətəndaş cəmiyyəti güclü dövlət deməkdir. Yəni bunu biz beynəlxalq təcrübəyə baxsaq, bunu açıq aydın görürük. Baxın, inkişaf etmiş ölkələrə baxaq. Hamısında doğrudan da güclü vətəndaş cəmiyyəti var. Doğrudan da
Deyək, o statistikanı siz bu gün səsləndirmədiniz, amma böyük toplantıda onu qeyd elədiniz, Qubad bəy, keçirdiyiniz təxminən bir ay bundan qabaq. 1000 nəfərə Azərbaycanda mövcud olan ictimai birliklərin sayı 4-dür də səhv edir. 3-ə. Bəli. Avropada neçədir? 10 dəfə bundan çox. Şərqi və Mərkəzi Avropada demək olar ki, 50-60 belə. Yəni, bax, belə bir fərqlər var. Hətta əgər biz o istiqaməti seçmişiksə, Avropaya doğru geliriksə və bunu Azərbaycan dövlət... Müqayisə eləyəndə biraz ona təəccüb edirlər, amma Gürcistanla, Ukrayna ilə, Rusiya ilə də müqayisə eləyəndə aşağıdır. Yəni, biz Azərbaycan rəhbərliyi, strateji inkişaf istiqaməti kimi Avropanı dəfələrlə bəyan edib. Elədir mi? Yəni, vətəndaş cəmiyyəti məsələsində də biz bu yanaşmanı, bugünkü fəlsəfəni, yəqin ki, bugünkü fəlsəfəyə yenidən baxmalıyıq. Yəni, yanaşmamız elə olmalıdır ki, vətəndaş təşəbbüslərinə heç bir mani olmasın. Dövlət bu təşəbbüsləri dəstəkləsin. Və biz bunun nəticəsi olaraq güclü vətəndaş cəmiyyətinə malik olacağıq və bu da güclənən Azərbaycanın daha da güclənməsinə yeni imkanlar yaradacaq. Vaxtımız sona çatmaq üzrədir. Mən bütün iştirakçılarımıza təşəkkürümü bildirmək istərdim. Eyni zamanda bu verilişin sponsoru olan Almaniyanın Marshall Fonduna təşəkkürümüzü bildirmək istərdim. Və yeni görüşlərə qədər, yeni müzakirələrə qədər sağ olun.